Herkese salam dostlar, kanalıma ve videoma hoş geldiniz. Bu yeni bir videoda karşınızdayım. Video keçən kanalda destek olmaq üçün abunə ola bilərsiniz. Artıq 277 abunəyik dostlar. Sizdən xahişim budur ki, bu videoların nəticəsi, zəhmətinin qarşılığı olaraq abunə olasınız ki, artıq bir 300 abunəyə çataq. Az qalıb 300 abunəyə. Cəmi 23 abunə qalıb. Hər birinizi kanala abunə olmağa çağırıram. Kanala abunə ola bilərsiniz. Videomu bəyəndinizsə like ata bilərsiniz. Həmçinin Telegramda, daha doğrusu YouTube'da Telegram kanalımızın linkini şərhlərdə paylaşacağım dostlar. Burada gələrək səhmlər və kriptovalyutalar haqqında məlumatlar əldə edə bilər və pul qazana bilərsiniz dostlar. Biz burada, daha doğrusu mən burada səhmlərin alış-satış nöqtələrini və s. paylaşıram. Hansı səhmlər alınmalıdır, nə vaxt alınmalıdır və s. paylaşıram və nəticədə dostlar pul qazanıb. Gördüyünüz kimi dünən Ayva Texnoloji şirkət səhmindən burada 40%-dir. Gün bitəndə, yəni bazar bağlananda artıq 60% qazancdaydıq dostlar. 60% bir səhmdən. Bu qazancı sizə heç bir bank, heç bir qurum, təşkilat, dövlət, struktur, heç kimsə bu qazancı verə bilməz dostlar. Lakin mən öz biliklərim sayəsində, təcrübələrim sayəsində sizlərə təqdim edə bilirəm bu qazancları və nəticədə bir yerdə pullar qazanırıq dostlar. Linki şərhlərdə olacaq. Hər birinizi gözləyirəm. Gəlin burada birlikdə pul qazanaraq müzakirə edək. Bir də dostlar, bu kanalın abunəçilərindən də, bu Telegram kanalının abunəçilərindən söhbət gedir. Sizlərdən xahişim budur ki dostlar, postları arada bəyənin. Yəni 54 nəfərik, cəmi maksimum 1 və ya 2 bəyənmə olur. Heç olmasa hər postda 3 bəyənmə olsa daha çox motivasiya olaraq dostlar. Xahişim budur ki, aktiv olaq, postları bəyənək dostlar. Belə, gəlin video keçək dostlar. Bugünkü videoda sizlərə söz verdiyim üzərinə Telegram kanalında bu hal-hazırdakı vəziyyət, yəni FED faiz endirmə elədi 2 gün əvvəl, səhv etmirəmsə 2 gün əvvəl idi, 2 gün əvvəl. FED faiz endirmə elədi, bu da Telegram kanalında var, paylaşmışam. Gəlin baxaq, ha, 2 gün əvvəl idi. FED faiz endirmə elədi, sonra açıqlamalar oldu, Powell'in bu haqda danışacağıq. Deməli, açıqlamalar oldu dostlar. Ümumiyyətlə, Jerome Powell xoşlayır faiz endirimi eləyəndən sonra. Ümumiyyətlə, fərqi yoxdur, faiz endirmə edir və yaxud faizi qaldırır. Bu deməli fəaliyyətdən sonra Jerome Powell çox xoşlayır iqtisadiyyatı pisləməyi, iqtisadiyyatın yaxşı yerə getmədiyini demək. Ona görə də Powell'in danışıqlarından cəmi bir post paylaşdım, çünki sizləri motivasiyadan salmaq istəmirəm. Və onun danışıqları niyə belədir, niyə bazarın pisə doğru getdiyindən danışır? Çünki investorları biraz qorxuya salmaq istəyir və şirkətləri daha çox inkişaf etməyə, cəlb etməyə çalışır. Yəni məqsəd budur əslində. Ona görə də ümumi olaraq götürsək, iqtisadiyyat orta sürətlə böyüyür. ABŞ iqtisadiyyatı 3%-dən çox böyüyüb. Bu gördüyünüz kimi 2025-ci ildə FED-in orta üdumu, bu orta udumudur dostlar. 1,7%. Ümumi olaraq 2025-ci ildə, yəni 2026-ya kimi ABŞ iqtisadiyyatı 3% yaxın böyüyüb. 2026-da daha böyük böyümə gözlənilir. Düzdür, məsələn, Trump da şişirtmə danışıqları çoxdur. Məsələn, belə bir danışıq etmişdi ki, ABŞ iqtisadiyyatı neçə 20% yaxın demişdi, səhv etmirəmsə belə bir danışıq olmuşdu. Yəni bu çox absurd sözlərdir dostlar. ABŞ iqtisadiyyatı bir ildə 20% yaxın böyüyə bilməz məncə. Yəni indiki şəraitdə bu mümkün deyil dostlar. Çünki ABŞ iqtisadiyyatı zaten dünyanın ən böyük iqtisadiyyatıdır. İqtisadiyyat böyük olduqca böyümə təbii olaraq yavaşlamalıdır. Çünki böyük iqtisadiyyatın da böyük inkişafla əlaqədar olduğuna görə daha nə qədər inkişaf etməlidir? Yəni bir neçə planetdə artıq koloniya qurmalıdır ki, bir dövlət artıq 30-40% inkişaf eləsin üdümüdür. Yəni söhbət bundan gedir. Daha başqa bir planetlərə yayılmalıdır ki, başqa ərazilər tapmalıdır ki, üdümü o qədər inkişaf eləsin dostlar. Belə İş yerləri artımı zəifləyib, işsizlik yüksəlir. Belə dostlar, deməli FED-də, daha doğrusu ABŞ-da əmək bazarında işçi çıxartmaları və işçi işə götürmələrin sayı azdır dostlar. Bu nədən qaynaqlanır? Təbii olaraq süni intellektdən qaynaqlanır. Təbii olaraq şirkətlərin, daha yeni şirkətlərin yaranmamasından qaynaqlanır. Hal-hazırda faiz endirimi də bunun səbəbkarıdır. Buna görə faiz endirimi olundu və ümid edirəm ki, bundan sonra daha çox iş yeri yaranacaq və bu işçi problemi, işsizlik problemi ABŞ-da həll olunacaq dostlar. Hal-hazırda keçən deməli ayda işsizlik 191 min açıqlanmışdı. Hal-hazırda yenidən 220 min civarlarına gəlib ABŞ-da işsizlik və bunun düşəcəyini gözləyirik dostlar. FED-lə bir yerdə gözləyirik. Bir də dostlar, sizlərə bu haqda da danışmaq istəyirəm. Deməli bu qızıl kart və gümüş kart adlı bir proqram başladı bu ABŞ-da. Yəni bu 1 milyon dollarlıq yatırım edənlər ABC-da oturum izni alırlar müəyyən müddətə. Bu da ABŞ-a deməli müəyyən borclarını bağlamağa kömək edəcək. Həmçinin ABŞ-da ticarət açıq, yəni ticarət defisiti son illərin ən minimum səviyyəsinə düşüb dostlar. Ticarət defisiti deyərkən, yəni ticarət mənfisi nəzərdə tuturam. Yəni ticarətdə ixracdan daha çox olanda bu defisit adlanır. İxrac ixaldan çox olanda isə bu profisit adlanır.
defisit da minimuma enib dostlar. Bu çox yaxşı haldır. Oracle deməli gəlirləri azaldı. Belə bir pis hal da var və sairə. Lakin dostlar, süni intellektin gələcəyi böyükdür. Hələ də davam eləyir. Süni intellektə güvənin və süni intellekt şirkətlərinə güvənin. Çünki faiz endirimi olunur Fed tərəfindən. Belə dostlar, bizim portföyümüz nə vəziyyətdədir? Portföyümüz güllük gülistanlığa hardasa yaxındır. Amma tam o deyil dostlar. Mən ay və texnolojide 60%-ə yaxın qazanc qazanmışıq dostlar. 60%-ə yaxın qazanc qazanmışıq. Bu çox yaxşı halda. 17 dollar 12 sent civarlarına gəlib. Yəni dostlar, təsəvvür edin, bir ayda 30% göstərir, lakin biz 60 qazanmışıq. Niyə 60 qazanmışıq? Çünki orta qiyməti mən 11.90-a salmışdım və sizlərə də bu məsləhət görmüşdüm. Mənlə bir yerdə 11.90-a saldığınız orta qiymətdən hal-hazırda 60% qazanc qazanmışıq dostlar. Bu çox yaxşı haldır. Bəlkə 60 artıq keçib. 11.90-a 10 dollardan alsaydıq 70%-dən çox olacaq. Yəni dostlar, gördüyünüz kimi Azərbaycanda sizlərə ikinci belə bir qazancı verən ünvan yoxdur dostlar. Maliyyə adamı olaraq sizlərə belə qazanclar verməyi mənə çox xoşdur. İkinci olaraq, Gorilla Technology dostlar, bu səhmin qiymətini 14-10 sentə salmışdıq. Hal-hazırda 14 dollar 87 sentdir bazar açılış öncəsi. Bunda da bir 10% yaxın qazancdayıq. Dragonfly Energy 60 sent, 58 sentlərə doğru düşüş yaşadı. Mən sizlərə dedim, buradan 60 sentdən alış eləyin, 58 sentdən alış eləyin, bu fürsət qaçar, sonra ələ keçməz və nəticədə 30%-də buradan qazancdayıq dostlar. Qazanclarımız bitmir, maşallah olsun. Digər səhmlərə baxırıq dostlar. Genelux Corporation şirkət səhmi. Əslində bu səhmdə 120% qazancdaydıq dostlar. Belə bir şey var idi. Yəni bu səhmi tanıtım edəndə tam bilmirəm alış nöqtəsi, yəni dəqiq bilmirəm alış nöqtəsi hardan etmişik. İstəyirsiniz gəlin burada baxaq. Bu səhmə yəni kanalda bax yoxdursa, yoxdur bir dəqiqə. Qısa adını da yazım, yoxdursa video davam edək. Yoxdur dostlar. Yəni bu səhmdə də əslində 120%-dən çox qazanc qazanmışdıq dostlar. Yəni diversifikasiya etmək, gəliri diversifikasiya etmək sizin məsuliyyətiniz. Mən bu səhmi almamışdım dostlar, lakin tanıtmışdım. Nəticə olaraq 120% qazanc qazanmışdıq dostlar. 60%-dən 40%-dən, yəni səhmlərin gəlirlərini diversifikasiya etmək sizin məsuliyyətiniz altındadır. Mən hər səhmi deyə bilmərəm hansı qiymətdən satın satmayın. Çünki qalxa bilər, düşə bilər. Yəni məsuliyyəti ayrı-ayrılıqda investor, investisiya edən və yaxud yatırımcı öz boynuna götürür. Klana Inc şirkəti, yəni bu şirkəti bu səhm bölünməsi edəcəkdi, hal-hazırda yatırım məsləhət görməmişəm. Məsələn, kart şirkəti Maple Inc müəyyən müddət bizləri yordu, düşdü. Nəticədə mən nə dedim? Dedim, alın dostlar. Dedim, bu qalxar, bu qiymət su qiymətidir. 35 dollardan nə elədik? Aldıq bu səhmi. Qalxdı 46 dollara qalxdı dostlar. 30%-ə yaxın bizə qazanc verdi. 20 neçə faiz, 30%-ə yaxın. Nəticədə oradan da qazandıq dostlar. Yəni başqa bilmirəm nə gözləyə bilərsiniz. Yəni sizlər məsləhətimlə bu qədər pula qazandırmışıq və bunu pulsuz şəkildə etmişəm. Həmçinin 2026-cı ildə də 2 yeni layihəm olacaq dostlar. Bu layihələrə müəyyən şərtləri olacaq və bu layihələrə giriş ödənişi olacaq, amma cüzi miqdarlarda olacaq dostlar. Yəni heç olmasa bir layihə çıxarıramsa, sizlərə pul qazandırıramsa, bir zəhmət oradan azca da olsa motivasiya olun dostlar, elə deyilmi yəni? Məsələn, Famous Inc şirkəti 1 dollardan yuxarı qalxdı. Hal-hazırda deməli 85 sent yenə də qazancdayıq dostlar. Yenə də 20% qazancdayıq. Mən bu səhmə deməli 90 neçə sentdən satmışam dostlar. Bunu sizə açıqlayım bu arada və yenə də vurğulayıram ki, mən satıb yalnız alış etdiyim nöqtələri sizlərlə paylaşıram. Satışı paylaşmıram çünki hər kəsin qazanc diversifikasiyası öz məsuliyyəti altındadır. Ona görə paylaşmıram dostlar. Plug Power şirkəti. Plug Power şirkətinin də alış nöqtəsini sizlərlə paylaşmışdım. Gəlin baxaq buradan bir araşdırma edək. Plug Power şirkəti. Baxın dostlar, deməli alışa uyğun neçədən demişəm? 2.26-dan sonra biraz da düşdü təbii, amma 2.36-dır. Gördüyünüz kimi yenə də qazancdayıq dostlar. 2.10-a düşmüşdü, yenə də bu şirkətdən belə qazancdayıq. Bu penny stockdan belə qazancdayıq. Məsələn, bir şirkətimiz vardı dostlar. TOG idi, səhv etmirəmsə. Bir dəqiqə burada baxım. Deməli burada fotoğraflardan girək baxaq, şəkillərdən. Burada Taygo şirkəti. Dostlar, Taygo şirkətindən müəyyən qazanc qazandıq əslində. Yəni 2 dollar plusa çıxdı. Lakin satmaq, satmamaq yenə də deyirəm sizin qərarınız olduğuna görə 29% yenidən bir dəyər itirdi. Lakin dostlar, biz bu səhmi 2 dollardan almışdıq. Yəni bu səhm 4 dollara qədər bir qalxış elədi və daha doğrusu 280-ə də elədi. Sonradan 4 dollara da bir qalxış elədi. Belə bir maraqlı gedişatı var. Lakin yenidən 1.60-a düşüb. Yəni əgər satmamısınızsa, fərq yoxdur 2 dollar 10 sentdən 20 sentdən. Yəni düzdür 4 dollara qədər olan qalxış bir şamda baş verdi. Bunu tutmaq çox çətin idi. Lakin 2.20 sentə qədər gəldi, normal halda gəldi. Satmamısınızsa yenidən bu nöqtədə danış edə bilərsiniz dostlar. Şirkət gəlirli şirkət olmağa doğru irəliləyir və
Büdcəsi də yaxşıdır. Yəni alış etmək istəyirsinizsə alın dostlar bu qiymətdən. Yatırım etməmək, yaxud da etməmək sizin qərarınızdır. Bunda nəzərə çatdır. Belə dostlar, yəni şirkətlərdən qazancımız görünür. Hər biri ortalıqdadır, hər biri görsənən şəkildədir. Siz də qazanmaq istəyirsinizsə, yatırım etmək istəyirsinizsə, kanalımıza abunə olursunuz. Telegram kanalına işarətdəki linkdən gəlirsiniz və burada abunə olursunuz. Bir də dediyim kimi 2026-da 2 yeni layihəm olacaq. İkisi də yatırım haqqındadır və ikisi də çox qazanclı layihələr olacaq. Hər birinizi qoşulmağa dəvət edirəm. Hələ şərtləri açıqlamamışam, lakin qısa müddətdə açıqlayacağam. Bu gün bu qədər dostlar. Videomu bəyəndisə like edə bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.